Novruz bayramına təxminən 15-20 gün qalmış cücərdilməyə başlanılır. Çox vaxt ilaxır çərşənbələrdən birinci və ya ikincisində, yəni elə məhz ot çərşənbəsində səməni qoyulur ki, bayrama dək cücərsin. Əvvəlcə buğdanı təmizləyib suda 2-3 gün saxlayırıq. Buğda şişəndə onu sudan çıxarıb dəsmalın və ya tənzifin üzərinə səririk ki, suyu çəkilsin. Novruz ərəfəsi, Novruz bayramı həm də bizə o şəraiti yaradır ki, biz niyyət səmənlərimizi qoyaq və növbəti ilə qədər arzularımızın çin olacağına inanaq. Kimin qoyduğu səməni cücərirdisə, boy verirdisə, yaxşı tuturdusa özünü, demək ki, həmin adamın niyyəti, arzuları yerinə yetəcəyinə də inanılırdı. Tənzifi suya salıb isladıb buğdanın üstünə səririk. Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürürük. Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Tənzifi biz qoyuruq qabın altına ki, bunu pambıqla da etmək olar, tənziflə də etmək olar. O suyunu çəksin və cücərməyə meyliliyini daha da yaxşı şəkildə göstərə bilsin. Və demək olar ki, bu buğdadan götürüb biz həmin tənzifin üstünə eyni bərabərlilikdə, bax bu şəkildə, təbii ki, bu bizdə 3 gündən sonra tamamilə cücərmiş şəkildə olmalıdır. Çünki göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Səməninin cücərməsi həm də onu qoyan insanın əlinin düşərliyindən də asılıdır deyirlər. Bəzi insanlar var ki, onlar səməni qoyduqları zaman düzgün qulluq etsələr də buğdalar cücərmir. Mən bunun biraz torpağı altı hissəsinə çox az şəkildə səpirəm. Çünki onun kökləri daha da torpaqda olsun deyə buğdanın bu şəkildə çox az. Bunu da bərabər şəkildə qoyuruq və təbii ki, mən də hamı bu il niyyət etdim. Mənim arzularımdan biri torpağımız bərəkətli olsun, evlərimiz ruzulu olsundur. Səməninin ilk dəfə ilin məhsuldar olub-olmayacağını yoxlamaq məqsədi ilə cücərdiblər. Lakin bugünkü müasir dövrdə səmənini həmçinin arpadan, qarğıdalıdan, tərə toxumundan da hazırlamaq mümkündür. Lakin ən gözəli buğdadan hazırlanan səməni hesab olunur. Çünki səməni həm də bərəkət rəmzi hesab olunur. Səmənini istənilən qabda, istədiyiniz formada qoyub cücərdə bilərsiniz. Bayrama qədər hər gün bir boyatan səmənini Novruz süfrəsinə qoyanda belinə qırmızı bağlamaq kimi də adətimiz var. Çünki səməni baharın nazlı gəlini sayılır. Gülnar Qarqızı, Sabir Şahvələdov, Telesəhər.